Süd vəzinin onkoloji xəstəliyinin, yəni süd vəzi xərçənginin risk faktorları var. Bu risk faktorlarının içərisində gec ana olmaq və yaxud da heç hamilə olmamaq kimi də risk faktorları daxildir. Bir çox xanımlar həyatının müəyyən bir dövrünü keçirmiş olsalar da, ya heç hamilə olmurlar və yaxud da gecik yaşda, məsələn 40 yaşdan sonra onlar ilk hamiləliyi başlamış olur onlarda və təbii ki, bu qadınlar da risk qrupuna daxildirlər. Buna həm də süni mayalanmadan sonra ana olan qadınlar da daxildir. Ona görə də əgər ana olmağı planlaşdırırsınızsa, 35 yaşa qədər hamiləlik planınızı yekunlaşdırmağı sizə məsləhət görürəm və heç əgər hamiləlik mümkün deyilsə, təbii ki, əgər süni mayalanma planlaşdırırsınızsa, artıq 40 yaşınız keçibsə, süd vəzlərinizi müayinə elətdirməyi unutmayın. Onkoloq, mammoloq müayinəsində olun. Çünki təəssüf ki, mənim də şəxsi praktikamda süni mayalanmadan sonra süd vəzi xərçəngi olan bir neçə pasiyentim də vardır. Əziz xanımlar, ana olmaq gözəl bir hissdir. Hər kəsə bunu nəsib olmağı diləyirəm. Ancaq ana olmağı əgər planlaşdırırsınızsa, mütləq süd vəzlərinizi müayinə elətdirin.